maaş saatlıq iş qrafikinin təyini işçinin yoxsa sahibkarın xeyrinədir? Bu ilə bağlı Bizim Yol İnformasiya Agentliyi bir araşdırma aparıb, istəyirəm bunu sizlə bölüşüm. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə iyunun 1-nə qədər saatlıq iş qrafiki ilə bağlı təkliflərini hazırlayıb təqdim etmək tapşırığı verilib. Bu nə qədər olmalıdır, maaşlar nə qədər olmalıdır? Bu ilə bağlı isə indi vəziyyət necədir? Hüquqşünas Ramil Süleymanov buna aydınlıq gətirib. Əmək Məcəlləsinin 149-cu maddəsinə əsasən ölkədə 6 günlük iş qrafikində iş saatı 40 saatdan çox olmadan, 5 günlükdə isə 36 saatdan çox olmamaqla həyata keçirilir. İndi də saatlıq normativ 6 saatdan çox olmadandır. Eyni zamanda belə deyək də normativ iş saatı 40 saatdan həftəlik çox olmamaqlandır. Eyni zamanda belə bir qayda da var ki, Əmək Məcəlləsinin 90-cı maddəsinə görə saatlıq sayılan işlərdə 90-cı maddəyə əsasən işçi əlavə qaldığı təqdirdə, məsələn, tutaq ki, 6-da işi qutardı, 7-8 qaldı, hər saatına görə aldığı maaşın 2 qatı ödənilməlidir. İndi yeni təkliflər də hazırlanacaq, görək orada nələr olacaq, hansı yeniliklər olacaq. Amma bu dəqiqə iyunun 1-nə qədər vəziyyət budur. Haqlarımızı bilək, hüquqlarımızı bilək, İnşallah hər şey yaxşıdır və daha da yaxşı olacaq.